Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Mən Əmrah Əhməd, məntiq və informatika müəlliminiz. Bu videoda sizlərə cədvəllər mövzusunun ən önəmli bölmələrindən biri olan oyunlar bölməsi ilə əlaqəli bəzi məlumatlar deyəcəm. Diqqətinizə çatdırmaq istəyirəm ki, cədvəllər bölməsi ən çox sual tipinə malik olan bir bölmədir. Və qeyd eləyəcəyim oyunlardan qəbul imtahanına ən azı 2 sual düşür. Və siz bu oyunları indidən öyrənsəniz, hazırda vaxtımız var, avqust ayıdır, avqustun bitməsinə çox az qalıb. Daha sonra bu mövzular üzərində müəyyən bir əməliyyatlar aparsanız, çox işləsəniz, qəbul imtahanında 2 sualınız hazır olacaq. Bu oyunlardan bəzilərinin adları mütləq eşitmisiniz. Bunlar hansılardır? Sudoku, Futoshiki, Kakuro, Hitori və s. Hardasa 6-7-yə yaxın oyun tipi var. Bugün sizlərlə mən Sudoku və Futoshiki haqqında danışacağım. Niyə görə məhz bu ikisindən danışacağım? Çünki Sudoku bütün oyunların demək olar ki, təməlidir. Böyük əksəriyyəti oyunların Sudokuya əsaslanır. Ona görə əgər siz də Sudokunu bilmirsinizsə və ya Futoshikidən xəbərdar deyilsinizsə, videonu diqqətlə izləyin. Çox da uzun bir video olmayacaq. Qısa bir müddət ərzində siz bunu işləyə biləcəksiniz. Həmçinin videonun sonunda, izahın sonunda bir sual yerləşdirəcəm. O sualı skrin eləyərsiniz və ya videonu dayandırarsınız və doğru cavabını tapıb şərh hissəsinə yazarsınız. Bundan əlavə, bu oyunları oynamağınız üçün videonun aşağı hissəsinə link göndərəcəm. Həmin linkə daxil olaraq onlayn bir şəkildə heç bir tətbiq, proqram yükləmədən oyunları oynaya biləcəksiniz. İndidən 50 sualın ikisini məncə hazır etməlisiniz. İndi isə keçək izahlara. Başladıq Sudokudan. Sudokunun əvvəlcə şərtini oxuyaq. Çox bəsit bir şərtdir. Hələ ki nümunəyə baxmırsınız, yalnız mənlə bərabər şərti oxuyub başa düşməyə çalışırsınız. Deməli şərt belədir. Verilmiş cədvəlin xanalarına rəqəmlər elə yazılmalıdır ki, eyni bir sətirdə və sütunda, həmçinin eyni bir blokda heç bir rəqəm təkrarlanmasın. Əgər sualın şərtini oxuyub qaranlıq qalan nəsə varsa, mən sizə cədvəl üzərində bir nümunə göstərəcəm və bununla da hər şey aydın olacaq. Baxın, birinci növbədə nə deyir? Eyni bir sətirdə. Baxın, bu sətirdə və ya istənilən sətirdə 4 sətrimiz var, 4 sütunumuz var. Bu sütunda hər bir rəqəmdən, yəni 1-dən 4-ə qədər olan rəqəm bir dəfə istifadə olunmalıdır. Gördüyünüz kimi bir dəfə istifadə olunub. Həmçinin eyni sözləri biz ikinci sətrə də aid edə bilərik. İkinci sətirdə də, üçüncü sətirdə də, dördüncü sətirdə də. Hər bir sətirdə hər rəqəm bir dəfə istifadə olunub. 1-dən 4-ə qədər oldu. Eyni şeyləri sütuna da aid eləyə bilərik. Baxın. Bu hissədə hər bir sütunda, birinci sütundan başlayaraq sağa doğru getsək, hər rəqəmdən bir dəfə istifadə olunub. Təbii ki, söhbət 1-dən 4-ə qədər olan rəqəmlərdən gedir. Çünki bu 4-ün 4-ə sudokudur. Yəni 1-dən 4-ə qədər rəqəmlər yazılmalıdır bura. Zaten bu sualın şərtində veriləcək, narahat olmayın. Eyni şeyləri biz sütuna da aid etdik. Bu sütunda da, buradakı sütunda da, buradakı sütunda da. Hamısında gördük ki, hər bir rəqəm bir dəfə istifadə olunub. Və son olaraq burada eyni bir blokda, yəni hər bir blok dedikdə, baxın, çərçivələnmiş hissəni nəzərdə tutur. Bax, bu dörtlük bir blokdur. Görürsünüz, hər rəqəm bir dəfə istifadə olunub. Və yaxud da rəngin dəyişsək qələmin bu hissədəki işarələsəm, gördüyünüz kimi bu da bir blokdur və hər rəqəm bir dəfə istifadə olunub. Oldu. Yəni biz sonda bu cədvəli almağa çalışmalıyıq bu şərt daxilində. Təbii ki, indi sual üzərində sizlərə deyəcəm, hər şey aydın olacaq. Həmçinin sizlərə də mənim tapşırığım olacaq ki, bunun cavabını sizdən həll edib yazmağınızı gözləyəcəm. Birdən diqqətlə baxırsınız. Qaydamız bir də təkrarlayıram, hər sətirdə, hər sütunda, hər blokda hər rəqəm bir dəfə olmalıdır. İndi baxın, siz sətirdən də, sütundan da başlaya bilərsiniz. Mən buradan başlamaq istəyirəm. Bax bu hissədən, bu sütundan. Burada 1 var, 3 var. Bu sütunda hansı rəqəmlər yoxdur? Ay müəllim, 2 ilə 4 yoxdur. Bax, bu hissədə 2 ilə 4 yoxdur. Yəqin ki, artıq bildiniz ki, biz 2-ni bura yaza bilmərik. Çünki 2 dənə 2 olmuş olacaq. O zaman bu hissənin ikisini bura yox, aşağıya 2 yazıram və burada 4 yazıram. Gördüyünüz kimi bizim sütun da oldu. 1, 4, 3, 2 olmuş oldu. Bundan sonra nə etmək lazımdır? Bundan sonra baxın, buradakı blokumuzda 1, 4 var, 3 ilə 2 yoxdur. Əlbəttə ki, mən bu hissəyə bu 2 dənə yerə 3, 2-ni yazmalıyam. Amma 2 burada var deyə, baxın bu hissədə var deyə. 2-ni mən bura yox, bura yox. Yuxarıya yazacağam və 3-ü də bu hissəyə doğru yazmış olacağam. Bir də diqqətli olsanız görəcəksiniz ki, işlədikcə biz hər sətri sütunu doldurduqca, yəni bir blokda olanda artıq digərini tapmaq daha da rahatlaşacaq. Məsələn,
2 var, 3 var, 4 ilə 1 yoxdur. Bax burada 4 olduğu üçün mən bu sütunun 4-ünü aşağıya yox, bura 4 yazıram, bura 1 yazmış olacağam. Sətrə baxsanız 1, 2, 4 var, 3 yoxdur. Burada 3 yazmış olacağıq. İndi diqqətlə baxsaq bu tərəfə, bax 4 var, 3 var, 2 ilə 1 yoxdur. Düzdürmü? 2 yuxarıda deyir ki, məni yazma bu hissəyə. Onda 2-ni bura, 1-i bu tərəfə yazmış oluram. İndi baxın bura, bu sütuna. 2 var, 1 var, 4 var, 3 yoxdur. 3-ü bura yazıram, beləliklə sütun dolmuş olur. Sətirləri dolduraq. 3, 4, 2, 1, 2, 1, 3, 4. Beləliklə bu sualın düzgün cavabını tapdıq. Özünüz də diqqətlə baxsanız, hər sətirdə, hər sütunda, hər blokda hər rəqəm bir dəfə istifadə olunmuş olub. İndi sual 2-yə də baxırıq. Bu da dörtlü sudokudur. Gördüyünüz kimi 4 sətirdən 4 sütundan ibarətdirsə, 1-dən 4-ə qədər olan rəqəmləri istifadə edirik. Deməli belə, 3 var, 2 var, sətrimdə 4-dən 1 yoxdur. Ay müəllim, 4 aşağıdan deyir ki, sən mənə bura yaza bilmərsən. Onda sətrin 4-ü bura, bu hissədə 1 bura olmuş olacaq. Bundan sonra nəyə baxa bilərik? Məsələn, baxa bilərik ki, bu hissədə, bax burada 1, 2 olmalıdır, düzdürmü? 2 buradan bağlayır deyə, 2-nin yeri ya bura, ya bu tərəfdir. Tamam, əgər buradan da bir köməyimiz yoxdursa, o zaman başqa bir yerə baxa bilərik. Görək haranı yaza bilərik. Məsələn, belə bir şey deyim. Bax, bu biraz sizlər üçün bir balaca çətin ola bilər, amma getdikcə mən düşündüyümü də düşünə bilərsiniz. Bu sütunda 3 yoxdur, düzdürmü? Birinci sütundan söhbət gedir. Bax, burada 3 yoxdur. 3-ün yeri ya bura olmalıdır, 3-ün yeri ya bura olmalıdır. Ay müəllim, əgər 3 bu blokda varsa, mən ikinci dəfə 3-ü gətirib necə bura yaza bilərəm? Axı bu blokda 2 dəfə 3 olmuş olacaq. Oldu. Bir də deyirəm bu hissəsin. Əgər bax biz bu 2 dənə yerə 3 və 2 yazmalıyıqsa, çünki 1, 4 var. 3 burada varsa, 3-ü daha bura yaza bilmərik. Blokda 2-dən 3 olar. O zaman nə edirəm? Bunları silirəm. Bunları da silim. Bu hissəyə gətirib 3-ü yazıram. Burada 2-ni yazmış oluram. İndi baxın. 1, 3, 2 var. Blokda 4 yoxdur. Həmin o 4-ü gətirib bu tərəfə yazmış olacam. Ondan sonra baxıram, bax 3 var, 4 var. Blokda 2 ilə 1 yoxdur. 2-ni yuxarı yazıram ki, təkrar olmasın. 1-i gətirib aşağı yaza bilim. İndi sətrə baxıram. 4, 1, 2, bu hissədə 3 yoxdur, yazdım. Baxın, burada 2 var, 3 var. Nəyimiz yoxdur sütunumuzda? 4 ilə 1-imiz yoxdur. 4 burada var deyə, daha 4-ü bura yox. 4-ü bura yazıram, 1-i bura yazıram. Sətrimizi doldursaq, 2 var, 4 var, 1 var, 3 yoxdur. 3 var, 2 var, 4 var, 1 yoxdur. Özünüz də diqqətlə baxın, hər hansısa bir xəta olmasın. Hər bir sətirdə, hər bir sütunda və hər bir blokda hər rəqəm bir dəfə istifadə olunmuş oldu. İndi isə mənim sizlərə tapşırığım var. Baxın, siz bunu yaza bilərsiniz. Sadə bir qələmlə də kağız üzərində çəkə bilərsiniz ya da telefonunuzda qələm funksiyası varsa bununla da yaza bilərsiniz. Mənim sualım sizə budur ki, bax bu hissəyə sual işarəsi qoyduğum hissəyə hansı rəqəm gəlib düşmüş olacaq. Həll eləyirsiniz, cavabı da yazırsınız. Bu tapşırıq birimizdir bizim. Gəldik indi növbətçisinə. Baxın gənclər, indi mən sizlərə 6-nın 6-ya, yəni 1-dən 6-ya qədər istifadə edəcəyimiz, dolduracağımız sudokunu izah edəcəm. Eyni şeydir. Nə dedik bayaqları? Eyni birə-bir aiddir. Sadəcə rəqəmlərimiz çoxdur. Oldu. Müəllim, ümumiyyətlə tövsiyə olunandır ki, necə başlayaq? Tövsiyə olunandır ki, ən çox rəqəm hansı rəqəm istifadə olunubsa, o rəqəmdən yön götürməlisiniz siz. Adətən belə olur. Adətən bizim köməyimiz ən çox hansı rəqəm istifadə olunubsa, ondan köməyə çıxmağımızdır. Diqqətlə baxanda mən 1, 2, 3, 4 yerdə 3, 4 yerdə, 3 yerdə 6-nın istifadə olunduğunu görürəm. 1, 2, 3, 4 yerdə 1 var. Demək olar ki, bunlardan yola çıxsaq, daha yaxşı vəziyyətimiz olar. Məsələn, ilk gözümə dəyən belə bir şey oldu. Bax, bu sütuna baxıram ki, 3 var, 5, 1, 6 var. Yəni, 4 dənə rəqəmi dolub. Burada olmayan rəqəmlər hansılardır? 2 və 4 rəqəmidir, düzdürmü bu sütunda? 2 və 4-dür. 4 buradan deyir ki, müəllim, mən zaten burada varam. Mənlə işin olmasın. O zaman 4-ü gətirib bu hissəyə yazmayacağam. 4-ü bura yazacağam və avtomatik olaraq sütunu doldurmaq üçün 2 də gəlib bu tərəfə düşəcək. Burası əla, o zaman davam edək. İndi baxırıq blokumuzda 4 var, 2 var, 3 var, 6 var. Nə yoxdur? 5 ilə 1. Bu hissədə 5 sətirdə var deyə mən blokun 5-ini bu tərəfə yazıram və 1-i də bu tərəfə yazmış oluram. Gəlirəm indi üzü sol tərəfə. Bu hissədən birinci sütundan görək nəsə tapa biləcəyikmi? Bax 3 var, 4 var, 5 var, 2 var. Bu iki hissəyə nə yazılmalıdır? 1 ilə 6. Bir də deyir ki, mən aşağıda varam. Sən mən bura təkrar yaza bilmərsən. Onda mən bura 6 yazıram. Bu tərəfə 1 yazıram. Beləliklə sətrimi doldurmuş oluram. Ondan əlavə nə etmək olar? Bir dənə baxın bu hissəni doldura bilirikmi? Bu hissəni hələ ki doldura bilmirik. Düşək aşağıya doğru görək başqa nələr var. Məsələn, baxırıq bu hissəyə bura. Demək burada
1, 4, 3, 5 var. 6 ilə 2 yoxdur. Tamam, hələ ki bu 6 ilə 2-ni də yaza bilmirik, amma buranın qiymətini dəqiq tapa bilərik. Bu sütunun qiymətini. Bax 6 var, 5 var, 4 var, 1 var. 3 ilə 2 yoxdur, düzdürmü bu hissədə? O zaman deyirsiniz müəllim, 3 burada var deyə 3-ü bu tərəfə yazıram, 2-ni onun aşağısına doğru yazmış oluram. Mənim bu sətrimdə nə qaldı? 4 ilə 6 qaldı da, düzdürmü bu iki hissəyə? 4 aşağıdan deyir ki, mən varam burada. Onda bura 6 yazıram, bura 4 yazıram ki, sətrimi doldurmuş olum. 1, 4, 3, 6, 5 blokda çatışmayan rəqəm 2-dir. Beləliklə 2-ni də yazdım, blokda doldu, sətirdə doldu. Gəlirik sol tərəfə doğru. Görək solda bizə kömək olan bir şey var. Bəli. Bax bu sətrə baxın. 3 var, 1, 2, 4, 5-dən 6 yoxdur. O zaman 6 burada olduğu üçün 5-i bura yazıb 6-nı bura yazıram ki, sətrim dolmuş olsun. Bundan əlavə nəyə baxmaq olar? Baxmaq olar, məsələn, bu hissədəki 2 və 5-imiz qalıb. Burada nəyimiz qalıb bu sütunda? 3, 5, 1, 6, 4 ilə qalıb deməli ki, aha tapdım. Bax 4 burada var deyə, bura 4 yaza bilmirəm. Sütunun 4-ü bura düşəcək. İkisi gəlib bu tərəfə düşmüş olacaq. Beləliklə 1, 3, 6, 4, 5 burada çatışmayan 2 rəqəmi də yazdım. Qalıb bu hissədə 5 ilə 3, 3 burada var deyə, bura 3 yaza bilmərəm. 3-ü aşağıya, 5-i bura yazmış oluram. 2-ni gətirib bu tərəfə yazıb sətri doldururam. 5-i də bura yazıram. Beləliklə sudokumuz hazırdır. Nə oldu bu? 6-nın 6-ya olan bir sudoku oldu. Sual 4-ümüz də var. Mən sürətli bir formada bunu da həll eləmək istəyirəm. Bundan sonra sizə bir tapşırıq verəcəm. 6-nın 6-ya. Diqqətlə hələ ki buna baxırsınız. Baxıram ki bu hissədə deməli nəyimiz var? 5, 1, 6, 4, 2 var. Sətrimizdə 3 yoxdur. Gəlin bu 3-ü yazıb bu hissəni dolduraq. Ən rahatı buraydı. Buradan başladıq və birinci hissəni əldə elədik. Sonra baxıram ki bu hissədə, bax sonuncu sütunda 1 ilə 6 yoxdur. Ay müəllim, 1 burada var. Ona görə 1-i bura yox, 1-i bura yazaq. 6-nı bura yazıb sütunu dolduraq. Mükəmməlik, hələ ki hər şey qaydasında gedir bizdə. Ondan sonra baxıram ki bura 3 ilə 2 lazımdır, amma hələ ki mən yuxarıdan kömək ala bilmirəm. Başqa nəyə baxa bilərik? Diqqətlə baxırıq, baxaq. Bax bu bloka baxaq gəlin. 3, 1, 4, 5 var. 2 ilə 6-mız yoxdur, düzdürmü? 2 ilə 6-mız yoxdursa, o zaman belə bir şey eləyəcəm. 6 burada olduğu üçün 6-nı bura yazacağıq. 2-ni bu tərəfə yazmış olacağıq ki, hər şey qaydasında olmuş olsun. Yəni təkrarçılıq olmasın. Həmin sətrə baxsanız, bax bu sətrə baxsanız diqqətlə, 3 ilə 1 yoxdur burada. 3 burada yazmışıq axı. Artıq 3-ü bura yazmalıyam, 1-i bu hissəyə yazmalıyam. Oldu. Bundan əlavə nə edə bilərik? Üzü aşağı doğru getdikcə görək nəyi tapmaq mümkündür. 6, 4, 1, 5, 3 ilə 2 yoxdur. Tamam, buranı da tamamlaya bilərik. Baxın bu hissəni də tamamlaya bilərik. Çünki bura 3 ilə 2 yazılmalıdır. 3 burada var deyə mən 2-ni bu hissəyə yazıram, 3-ü bu hissəyə yazıram ki, sütun dolmuş olsun. Beləliklə blokumuzu 4 yazaraq doldura bilərik. Blokda bir dənə 4 yox idi. Qalıb bu hissədə 1 ilə 6-nı yazmaq. Bu sətirdən söhbət gedir. Əgər bu sətirdə 1 ilə 6 varsa, 1 buradadırsa, 6-nı bura yazıb 1-i bura yazıram. Ondan sonra qaldı məndə 3 ilə 2-ni yazmaq. 3 yuxarıda var, fikir verirsiniz. Ona görə 3-ü bura yox, 3-ü bu hissəyə yazıb 2-ni bura yazıram. Beləliklə buranı da doldurduq. Görürsünüz ki, bu hissədə müəllim sütun dolub da 3, 2, 6, 4, 1 var. Bir dənə sütunda 5 yoxdur. 5-i də bu tərəfə yazmış oluruq. Bundan əlavə baxaq görək nəyi tapırıq. Sütun üzrə getsək 2 ilə bizim 6-mız qalıb. O zaman hələ ki bura ilə işim yoxdur. Burada nəyimiz qalıb? Burada qalıb 4 ilə. Deməli 6. 4 burada var da, düzdürmü? Ona görə 4-ü biz bura yox, sütunun 4-ü bura olacaq. 6-sı gətirib bu tərəfə yazırıq. 2-ni bura yazırıq. Həmin sütunu da doldura bilərik ki, bura 6 olmuş olsun. Burada 2 yazırıq. Beləliklə sudokunu tamamlamış oluruq. Diqqətlə baxın sizlərdə hər hansısa bir hesablama səhvi olmasın. Hər şey qaydasındadır. Bu sizin tapşırığınızdır. Bu tapşırığı eləyirsiniz. Tapşırığım nədir sizlərə? Bura yazılacaq. Bura yazılacaq, sual işarəsinin yerinə yazılacaq rəqəmi müəyyən edəcəksiniz və mənə cavabı deyəcəksiniz şər hissəsində. Vaxt itirmədən gəldik növbəti oyunumuza. Gənclər, növbəti oyunumuz Futoshiki-dir. Bilirəm, bu adlar sizə biraz qəribə gələ bilər, amma təbii ki, bunlar hamısı Yapon, Çin oyunlardır. Ona görə bunların adı ilə yox, həlli ilə bağlı əsas məsələlər lazımdır bizlərə. Futoshiki əsası sudokuya dayanan bir oyundur. Deməli, Futoshiki nədir? Yenə də sudoku kimi yazılan hər bir rəqəm hər sətirdə, hər sütunda bir dəfə istifadə olunmalıdır. Gördüyünüz kimi bir rəqəmi sətirdə bir dəfə istifadə olunub, ikinci sətirdə də, üçdə də, hər bir rəqəm, 4 rəqəmin 4-ü də əlbəttə ki, deməli bir dəfə istifadə olunmalıdır. Bəs müəllim, sudokudan fərqi nədir?
Diqqətlə sudokudan fərqini əslində baxsanız tapa bilərdiniz. Burada blok anlayışı yoxdur. Yəni yuxarıda sudokuda necə deyirdik, bax burada bir altılıq bloklar var idi. Bayaqkında dördlük bloklar. Amma burada blok anlayışı yoxdur. Bəs müəllim, blok anlayışı yoxdur. Mənim köməyim nədir? Sənin köməyin nədir? Burada xanalar arasında kiçikdir, böyükdür işarələri istifadə olunur bir-birindən. Məsələn, baxın birini təhlil eləyək. 4 xanasının ətrafına fikir verirsiniz. Ancaq 4-ün böyük olduğunu göstərən işarələr qoyulub. Həqiqətən də görürsüz, 4 yanındakı 2-dən də, 3-dən də, 2-dən də hamısından böyükdür. Və yaxud bir ən kiçik rəqəmimizdir deyə, biri ancaq nələri göstərir? Kiçikdir işarələri göstərir. 1 3-dən kiçikdir, 1 2-dən kiçikdir, 1 2-dən kiçikdir. Gördüyünüz kimi oldu. Bir də diqqətlə buna baxın. 2 xana arasında bu işarə varsa, o demək deyil, aradakı 1 fərq qədər böyükdür. Yəni bu o demək deyil, 3 ancaq 2-dən böyükdür. Yox, 3 həm də 1-dən də böyükdür axı. Bu da ola bilər, oldu. Yəni 2 xana arasında bu münasibət olanda mütləq o demək deyil, arada 1 fərq olmalıdır. Bəzən 3 1 ola bilər, bəzən 4 1 ola bilər. Səhv yazdıq işarəni düzəldək. Yəni 3 2-dən böyük ola bilər, 3 1-dən böyük ola bilər, 4 1-dən, 2-dən, 3-dən böyük ola bilər. Oldu. Gəlin indi sizə bir nümunə göstərim. Kifayət qədər maraqlı nümunədir. Sual 5. Gördüyünüz kimi burada böyükdür, kiçikdir işarələri nisbətən az istifadə olunub. Demək ki, bizim işimiz bir tık daha çətin ola bilər. İndi belə bir şey deyirəm. Məsələn, dərhal bura 2-dir də, düzdürmü? Bu xananın da digərindən böyük olduğunu göstərir. Bundan böyük olduğunu göstərir. O demək deyil. İndi təbii ki, bu 2 olmaz da, çünki burada 2 var. Ya 3-dür, ya 4-dür. Amma o demək deyil ki, mütləq sən bura 3 yazmalısan. Elə birbaşa da. Bu hissəyə də zaten 1 yaza bilərik, başqa da yaza bilmirik. Amma bəlkə bura 4-dür kimsə deyə bilər. Müəllim, dəqiq bilmirik axı, bu 3 də ola bilər. Ola bilər bura 4 olsun, bura 1 olsun, bura 3 olsun. Ona görə biz dəqiq bir şey tapırıq. Mən sizə dəqiq bir şey deyəcəm, amma diqqətlə qulaq asın ki, siz də bu kiçik nüansları görə biləsiniz. Mən deyirəm ki, bax bu sütuna bir dənə 1 yazılmalıdır, düzdürmü? Zaten bura 2-dir deyə yaza bilməyəcəyik. Bu heç. Burada 1 var deyə burada 1 yaza bilmirik, düzdürmü? Qaldı bu iki xanadan birinə 1 yazmaq. Kimsə aşağıdakının 1 olduğunu deyirsə xəta eləyir. Çünki sən bura 1 yazacaqsansa əgər 1 nədən böyük olacaq? Yəni bu xananın böyük olduğunu göstərir də. Bax bu xananın yuxarıdakından böyük olduğunu göstərir. O zaman biz 1-i burada yaza bilmirik. 1-in yeri hara oldu ancaq? Bu hissə olmuş oldu. Bir də deyirəm. 2 var deyə olmaz. Burada 1 yazılıb deyə bu hissə 1 olmaz. Aşağıya biz 1 yazsaq bu hissəyə, o zaman 1 nədənsə böyük olmuş olur. Bu da qeyri-mümkündür. Biz ona görə 1-in dəqiq yerini tapdıq ki, sütunda bu hissədir. Bundan əlavə biz aşağıdakı sətrin də birini tapmaq olar. Eyni məntiqlə getsək, aşağıdakı bax bu 2 dənə xananın yuxarıdakılardan böyük olduğunu göstərir. Yəni bu 1 ola bilməz də təbii ki, 2 dənəsi. Və buradakı xananın da soldakından böyük olduğunu göstərir. Yəni bu xananın böyük olduğunu göstərən işarə var. O zaman biz 1-i burada yaza bilmirik. O zaman 1-in yeri ancaq bu tərəfə qalmış olur. Biz artıq 3 dənə sətirdə 1-i tapdıq, 4-cü avtomatik tapılacaq. Söhbət nədən gedir? Bax biz bu sütunda 1 axtarsaq əgər, bura 1 yazıla bilməz, çünki burada var. Bura 1 yazıla bilməz, burada var. Bura 1 yazıla bilməz. Bir dənə 1-in yeri bura olmuş oldu. Gördünüz? Buradakı yazdığımız 1-lər imkan vermir. Biz də ona görə 1-i yuxarı yazmış olduq. Bundan sonra artıq zəncirvari açıldı. Baxın, 2 var, 1 var. Nəyimiz yoxdur? 4 3-ümüz. 4 böyükdür, 3-dən yazdım. Gördünüz? 4 var, 1 var, 2 ilə 3 yoxdur. O zaman 3 böyükdür nədən? 2-dən. Böyükdür, kiçikdir işarələrini qarışdırmayın ha. Oldu. Bundan əlavə başqa nəyə baxa bilərik? Məsələn, bu sütunda birinci sütunumuzda 3 ilə 4 yoxdur. Daha 3 burada var deyə 3-ü bura yox, 4-ü bura yazıram. 3-ü bu tərəfə yazmış oluram. Əlayıq 4 3 1 bir dənə ədədimiz qalıb. 2-ni yazırıq bu tərəfə. Qalıb bu sütunumuzda bizim sonuncu sütunumuzda 4 ilə 3, 3 bura olmaz. 3-ü bu tərəfə yazıb 4-ü bura yazıram. İkinci sətrimizdə 2 yoxdur, növbəti sətrimizdə də 4 yoxdur. Beləliklə, verilən böyük kiçikdir işarələrini nəzərə alaraq biz futoşikini doldurmuş olduq. Birini də yazacağım sizlər üçün, ondan sonra sizə bir tapşırıq verəcəm. İndi baxın, bu hissə çox maraqlıdır. Bax, bura bir 3 qoyub, 3 nədənsə böyükdür və həmin o yazacağımız ədəd də soldakından böyükdür. Bu bir zəncirdir. Nə oldu bu? Bu bir zəncir oldu. Üçlü zəncir. 3 nədənsə böyükdür. Həmin o nədənsə olanda nədənsə böyükdür. Onda müəllim bu 3-2-1 ardıcıllığıdır da. Yəni 3 nədən böyükdür? Ya 1-dən ya 2-dən. Sən bura 1 yazsan 1 nədən böyükdür? Heç nə. Onda məcbursan ki, sən bura 3-dən sonra 2 yazasan, 2-dən sonra da bura 1 yazasan. Beləliklə biz zənciri qurmuş olduq. Sətrimdə nə yoxdur mənim? 4 ilə 3. Bura 4 yazdıq, bura 3 yazdıq. Bununla da bu sətri tamamlamış olduq. 4 3-dən böyükdür yəni. Bundan sonra yuxarıya doğru getsək, görək nəyi tapa bilərik?
Məsələn, biz tapa bilərik, 3-ü tapmaq mümkündürmü? Bir dənə diqqətlə baxaq. Baxın, işarələrin daha çox göstərildiyi sütun bu sütundur. Buranın biz rahatlıqla birini tapa bilərik. Buradakı xananın sağdakından böyük olduğunu göstərir. Bura 1 ola bilməz. Bu xananın soldakından böyük olduğunu göstərir. 1 ola bilməz. O zaman 1 hara qaldı? Ancaq bura qaldı. Bir də deyirəm bu x qoyduqlarım ikisi də biri sağdakından böyükdür, biri soldakından. Ona görə 1 olmaz. 1-in yeri mən bu yazdığım yer olmuş olacaq. Oldu. Bundan sonra nə edə bilərik? Bu sətrə baxıb 4 ilə 2-ni tapa bilərik. Əgər 4 burada varsa 4-ü bura yox, 4-ü bu tərəfə yazırıq və 2-ni bu tərəfə yazmış oluruq. Oldu. Bundan sonra nə edə bilərik? Bundan sonra qaldı bizim nəyimiz? 2 və deməli 4-ümüz qaldı. Tutaq ki, bura 2 yazsaq, bu tərəfə 1 düşəcək. Bura 2 yazsaq, bura. Bax, indi görürsüz. Mən fikrimdə düşündüm, yəni düşündüm bir anlıq ki, mən 2-ni bura yazsam, bura məcburdur 1 düşə. Çünki 2 yalnız 1-dən böyükdür. Amma görürsüz 1 bu hissədə var idi. Demək mən o zaman 2-ni bura yaza bilməyəcəm. 2 bura olmaz. Çünki bura 1 olacaq, aşağıdan bir problem yaradacaq. Mən həmin o sütunun ikisini bura yazıram. 4-ü də məcbur bu tərəfə qalmış olacaq. Ondan əlavə 2-ni bura yazdım. 2 nədən böyükdür? Soldakı ancaq 1-dən böyük ola bilər. 1, 2, 4 var, 3 yoxdur. Buranı da tamamladıq. Ondan sonra 1 var, 4 var. Bu sütunda 3-dən 2 yoxdur deyə götürürəm bu tərəfə 2 yaza bilmərəm, məcburam 3 yazım. Təkrar olmasın deyə 3 yazdım. Bura 2 yazıb, bura 1, burada 4 yazıb Futoshiki-ni tamamladım. Beləliklə biz Futoshiki-ni də öyrənmiş olduq, həmçinin Sudokunu. Bu 2 dənə tip üzərində, bu 2 dənə sual və oyun üzərində işləsəniz, əmin olun ki, yaxşı bir şəkildə məntiqinizi də inkişaf etdirəcəksiniz və hər il qəbula demək olar ki, ya bir dənə ya da 2 dənə daha doğrusu Sudokudan və ya Futoshikidən bəzən bir dənə, bəzən 2 dənə, bəzən də hər ikisindən də qəbul imtahanına sual düşür. Odur ki, bunları mütləq öyrənməliyik. Bir növbəti videoda görüşənədək özünüzə yaxşı baxın. Asudə vaxtlarınızdan çalışın ki, yaxşı bir şəkildə istifadə edəsiniz. Sağ olun.